Çünki balaca uşaqla əlində necə qaralayıblar, necə izdivac deyirlər. Özüm mən bu raportu göndərməmişəm onlara ki, bunlar mən razılıq versinlər ki, çıxım, ili razılıq versinlər ki, çıxmaymışam. Xeyr, mən sadəcə hörmət edib yazmışam, übidəniz edəmişəm ki, ay cənab nazir, ay cənab nazirin müavini, belə bir zotun, belə bir əmək məcəlləsinin palajenyası var. Bunun üçün mən dedim, bir şey yadımdan çıxdı. Deməli, bu cür formada biz şikayət formasında ölkə rəhbəri cənab prezident İlham Əliyevə müraciət etmiş. Biz onun xanımına. Bax, o da var sizdə, karşıda. Görün, orada bunu göndərirlər deyil. Kimin üstünə və telefon söhbətində nə cavab verir? Mən zəng eləmişəm prezident aparatında Fuad Ələskərovun şöbəsinə. Dedilər ki, bəs sizin işiniz Nigar xan, Fuad Ələskərovun pomoşnikin əlindədir. Adı da Orxandır. Zəng elədik 5-6 gün bu Orxan не зашел до меня несчастный, не посчитал должным со мной говорить. 5-6 gün bundan sonra bu nəhayət ki, Orxan müəllim telefonu götürərsən deyəsən ki, siz bilirsiniz nə var, siz işə çıxmalıydınız. Çıxmadınız işə. Belə bir cəza olacaq sizə. Elə bir onlar birbirinin əlbirdirlər. Onlar bir kobud formada bizimlə danışırlar. Bir, nə bilim, bu Orxan müəllim, так он меня стал сейчас, так он со мной стал разговаривать, вы идите, вас примет İsmət Əliyev, belə, axırda bu trubkanı qoydu, mən bulağıma, все, qusardı getdi. Və prezident aparatında belə bir qarşılayıblar. Mən də millət vəkili indi seçki qabağıdır, millət vəkilinə də nə qədər abraşatda eləmişəm. Mehriban xanıma da o həqiqətən bizim millət vəkilimizdir. Heç bir belə kömək yoxdur. İndi seçki qabağıdır. Mən gedəcəm, gəndə bir vətəndaş borcumu verəcəm, mən getməliyəm, gedəcəm də, как говорится, səsini verəcəm kimə lazımdır. Artıq hamının öz seçici var da. Ona görə Allah gedəcəm, amma ümid yoxdur ürəyimdəki. Gələn 5 ili mən sakit abraşat eləyə bilərəm vəkilimizə, millət vəkilimizə. Onlar da bizə kömək eləyəcəklər. Gəl də bu 5 il belə batacaq. Ben seçki qabağı bilirəm ki, seçki qabağıdır, sabah qəzetlər çıxacaqlar. Mən prosto demək istəyirəm ki, ay millət vəkillər, əgər siz işləyirsiniz, xalq üçün işləyirsiniz. Bir mənim məsələmi də eşidərdinizdə, qəzetlərdə yazılmışdı. Radyo sağ olsun, nə qədər dəstək verib, Azadlıq Radyosu dəstək verib, Turan agentliyi, böyük bir agentlik, dünya səviyyəsində dəstək verib, nə qədər aktivist edib, Azadlıq qəzeti, Olaylar qəzeti, Bizim Yol qəzeti. Nəinki konferansa gəliblər, zəng eləyiblər də, müsahibədə götürüblər mənimlə, nə qədər dəstək olsun, Allah onları canlarına dəyməsin, Allah onları saxlasın, nə qədər ne to ki dəstək veriblər, haqq ədaləti görüb, düz işıqlandırıblar bu məsələni. Ona görə mən istəyirəm ki, ben millət vəkili, mən gedirəm seçməyə. Yani буду восставать против выборов. Hayır, ben gelip öz səsimi vereceğim. Çünkü mənim səsimi heç kim götürüb istifade eləməsin. Mən öz səsimi vereceğim. Öz kavgavarisi namizədə. Amma mən prosto soruşmaq istəyirəm. Bu iş ilə mən əziyyəti çəkdim. Hansı bir millət vəkili? Rəbiyyət xanım yazılmışam, qəbul eləməyib. Gəmirə xanım nə qədər zəng eləmişəm telefona, pomoşnika qəbul eləməyib. Heç qadın kimi də ürəyi yanmayıb onların. Qadın kimi, kişilərə sizə inciməyin ha. Kişisiniz də, sizə Allah təala belə yaradır. Gəlməsə də incimərə. Kişi odur ki, şalvar geyindi, getdi işin dalınca. Amma qadın ürəyi, necə onun qadın ürəyi yox. Heç bir Ambudsman Elmira Süleymanova. Bizde bu işe şey yoktu, adiyeti yoktu. Где нарушаются права человека? Где Эльмира Сулейманова? Где Хиджран Гусейнова? Где эти все правовые организации по правам матерей, по правам детей? Где они? А я иду голосовать и иду с тем, что
мой голос не услышанный останется. Ни как полис-капитаны, ни как мать, ни как мать 3 несовершеннолетних детей, ни как женщину, ни как дядю, ни как никого. А мы гидячим дядя. Все только из-за того, что мой голос не использовали против. Ben istedim. Sözüm var mı ama için? Buyurun. Anamızdan el çəkin. Mənim uşaqlarım уже ağlayır ki, bunlar ne istəyirlər bizim anamızdan. Anamızdan el çəkin. Atanı tutublar indi ananı. İndi bu uşaqları yetim qoymaq istəyirlər. Bunlar mən başa düşmürəm. Ben sizden karşıyım yani. Başa düşürəm da. Ağlarsa indi zənglər olurlar. Aslında ki, məsələni belə olduğu kimi işlandırma. Olduğu kimi işlandırma lazım. Çünki olmasa. Haçansa bizim özümüzə də düşürük. Mən özümüz düşmüş bilir. Mən neçə dəfə düşmüşəm bilir. Söhbət onda deyil. Yəni ki, buna qarşı mübarizə aparmaq lazım. Olduğu kimi hər şeyi demək lazım. Və bir xahiş da olur ki, məsələni mən izləyirəm mətbuatda, görürəm ki, məhz Nigar Əhmədbəyev adı ilə çıxmışım yəni. Bir söz demirəm, yəni o olsun. Amma tam sırf onun üstünə yıxandakı o həyat yoldaşını tək çıxıb müdafiə edir. Onu bilsən biz əvvəltına verir. Həm də ki, bizi ictimailəşsin deyə mütləq göstərmək lazım ki, mən belə hesab edirəm. Yəni, kimlər artıq hüquq müdafiəçiləri başlayır müdafiə eləməyə, kimlər müdafiə edir. Yəni, bu bir daha olsun ki, məsələ Nigar Əhmədbəyev çərçivəsindən artıq çıxır, ictimailəşir, ictimai müdafiəsinə qalır. Və ona görə xahiş ki, belə bu məsələlərdə biraz öyrətmək olmasın, təklifim olur ki, yəni fikir verirsin. Yəni, bu məsələnin ictimailəşməsində bizdə bu çox lazım. Çox lazımdır ki, bilirsiniz ki, gizlət deyirlər, beynəlxalq bunlar ki, onlara çox şikayət olur. Onlar o şikayətlərin hamısına çox baxır. Amma məsələ ictimailəşəndə, hakimi aparan və görəndə ki, həmin məsələn, hüquq müdafiəçiləri qaldır və yaxud da hansı qeyri-hökumət təşkilatları və yaxud da kimi. Onların reaksiyası çox olur. Özdə ki, onların arasında tanınmış, qəbul olunmuş adamlar bu məsələni qaldıranda onlar çox ciddi yanmışır. Yəni, mən bozunu niyyət bildirəsin. Ona görə xahiş da olur ki, bu məsələni o cür təqdim etməklə mənə eləyər ki, bu ailəyə qarşı olan bu qeyri-qanun hərəkət zörətin qarşısını almışdır. Başqa kimin nə sualı var, yoxsa çox sağ olun. Buyurun. Niye? Çok sağ olun. Spasibo, çok sağ olun. Geldiniz. İşiniz de çok sağ olun. Çok sağ olun. Çok sağ olun.